Azərbaycanlı futbolçuların legioner həyatı yaşaması hər bir halda ölkə futbolunun inkişafına töhfədir. Biz adətən oyunçularımızın top liqalarda, ən pis vəziyyətdə isə Avropanın nisbətən aşağı çempionatlarında oynamasını istəyirik. Bəlkə də buna görə bəzi legioner həyatı yaşayan futbolçular diqqətdən kənarda qalır. Söz açacağımız futbolçu Nazim Məmmədzadə Şimali Makedoniya, İspaniya, Latviya və bir çox ölkələrdə top qovub. Son olaraq Qırğızıstan klubu Alay Oşdan ayrılan 25 yaşlı yarım müdafiəçi hazırda futbolu ilə yox, daha çox turizm ilə tanınan Maldiv adalarında çıxış edir. Qırğızstanda kontrakt imzaladım. Məni bir baş məşqçi istəyirdi. Komandaya gəldikdən sonra bir müddətdən sonra kubokda oyunumuz oldu. Böyük bir hesabla uduzduq. Baş məşqçi dəyişdilər, yeni baş məşqçi gəldi. Yeni baş məşqçinin planlarına girmirdim və çox az oyun vaxtı aldım. Komanda tapmaq çox çətindir. Mənim də demək olar ki, heç bir təklifim yox idi. Sadəcə yoxlanış təkliflərim var idi, yoxlanışa da yollanmaq istəmirdim. Kontraktda belə bir variant çıxdı, Maldivə gəlmək qvanzat meneceri mənə təklif elədi. Ötən ilin sonlarında Maziyaya qoşulan Məmmədzadə burada ilk titulunu da qazanıb. Futbolçunun şərəfini qoruduğu klub son turda ən yaxın izləyicisi Odini məğlub edərək tarixində 6-cı dəfə ölkə çempionatının qalibi olub. Bu cür müsbət məqamlara baxmayaraq o legioner həyatının çətinliklərini də vurğulayıb. Mənə elə gəlir ki, legioner həyatında bütün futbolçularda çətinliklər eynidir. Olsun sən yeni ölkəyə gəldikdən sonra həyat tərzi dəyişirsən, adi futbolda olsun, oyun stili, meydançalar, isti, bunların hamısına daha tez adaptasiya olmalısan. Amma minuslardan ən çox olan əlbəttə ki, sən ailəndən uzaq olmaq, evdəkilərdən uzaq, dostlarından uzaq, vətənindən uzaq, hamısı biraz çətindir. Qarşıdakı hədəflərini ayrı bir 24 ilə bölüşən Nazim, klubu ilə nail olduğu uğurları və məqsədləri barədə danışıb. O bildirib ki, hələ ki rəhbərlik tərəfindən yeni müqavilə təklif olunmasa da, onun komandada qalması arzu olunandır. Gələcəyim haqqında elə heç nə deyə bilmərəm, çünki bizim hələ bir ay kubokumuz var. Aprelin axırına kimi mənim kontraktım var. Əlbəttə ki, qalmaq istəyirəm, çünki biz çempionatda qalib gəldik. Aziya Konferans Liqasına vəsiqə qazandıq. Və ona görə qalıb bir illik də kontrakt uzadıb qalmaq istəyərdim. Prezidentlə də danışmışam. Mənə bir yeni kontrakt olaraq təklif olunmayıb, amma bildirdilər ki, qalmağımı istəyərdilər. Qeyd edək ki, Nazim Məmmədzadə Maldiv adalarında top qovmuş yeganə Azərbaycanlı futbolçu deyil. Daha əvvəl Elməddin Məmmədov da bu turizm ölkəsində oynayıb. Qapıçı mövqeyində çıxış edən Məmmədov 4 il əvvəl TC Sport klubun çərçivəsini qoruyub.